Salam uşaqlar, necəsiz? Bu günləri yeni bir videola qarşınızdayam. Həm də yəqin ki, çox böyük ehtimalla həm də uzun bir videola qarşınızdayam. Necəsiz uşaqlar? Neyinirsiniz? Vəriz, vəziyyətiniz, keyfiniz, əhvalınız? Dedim biraz söhbət eləyək. Olanlardan, bitənlərdən danışaq. Haralardayam? Bu kanal nətər ortaya çıxdı? Nə oldu? Niyə o birisi kanal getdi? Niyə video gec atıram? Hamısını bir danışacağam. Deməli uşaqlar, bu beyaz puma hesabı qısa bir ilk shorts videomda belə deyək də, ilk shorts videomda demişdim. Yəni yeni gələnlər üçün bir dənə də deyək. Yəqin ki, o birisi hesabımdan bu hesaba olacaq. Yəni böyük ehtimalla beyaz puma hesabımdan bu hesabıma gələnləriniz var və olacaq. O birisi hesab uşaqlar silindi. Belə deyək, mənim təcrübəsizliyim ucbatından silindi. Güya dedim telefona biraz təmizlik verim, əlimdədi kimi el getdi. Hesab da beləcə getdi. Bu hesabdan başladım. İnşallah yaxşı olar. Beyaz Puma 2 partlayar və yəqin ki davam edə bilsək, eləsək, dəstəyimizi göstərsəz, gücünüzü göstərsəz, Azərbaycanın ən böyük YouTuberu da ola bilərik. Yəqin ki. Belə deyim uşaqlar, videonu niyə atmıram? Kanalı nədən bir-iki dənə shorts videosu var və videolar niyə gəlmir? Bəs Puma o birisi köhnə hesabımda, gedən hesabda. Oyun və tepki videoları paylaşırdım. Burada da aynı, yəni kanalın bir o hissəsinə yazmışam. Burada da yəni kontekst odur, onu eləmək istəyirəm. Edəcəm də. Amma bəzi problemlərim olur. İstər texniki baxımdan, istər özümün içində yəni problemlər oldu, olur da. Ona görə videolar ata bilmirəm. Amma yəqin ki, çox böyük ehtimalla bütün bu problemləri yola verdikdən sonra videoları geri gələcəm. Və uşaqlar yadınızdan çıxarmayın, nə qədər ki siz beləcə dəstək olsanız, mənim yanımda olsanız, böyük ehtimalla ki videolar gələcək. Hal-hazırda bəzi çətinliklər var. Onları keçməliyəm və videolar gələcək. Oyun və tepki videoları yox, amma arada bir böyük ehtimalla shorts videoları atacağam və oyun və tepki videolarına da zamanda vaxt gəlsin qayıdacağam. Və bir də bunu sizə deyim, əgər öz planlarınız, öz işləriniz varsa, heç kimə görə bunlardan əl çəkməyin. Bu sizin yaxınınız belə olsun. Saat üçün həmişə öz istədiklərinizi edə bilin. Öz, necə deyim, hisslərinizə güvənin, ya özünüzə güvənin. Heç kimin nə dediyi sizə maraqlı gəlməsin. Əgər siz bir insanın sözünə görə dəyişiksinizsə, yəqin ki siz öz istədiyiniz kimi yaşaya bilməyəcəksiniz. Bir də bunu deyim ki, bu hesaba videolar, yəni shorts videoları gələcək. Hələ ki shorts videoları. Amma sonradan o birisi hesabda əvvəlki kimi yəni qayıdacağam. Oyun videoları gələcək, amma hələlik bu videolarla yola vermək lazımdır. Bəzi şeylər var. Onları həll edim. İnşallah videolara geri qayıdacağam. Sizi həqiqətən çox istəyirəm. Həqiqətən yəni. Niyə? Çünki belə deyək, biz sizinlə bir-birimizi tanımırıq. Siz sadəcə məni mən olduğum üçün istəyən yeganə insanlarsınız. Əgər bəyənirsinizsə. Siz həqiqətən məni mən olduğum üçün istəyən insanlarsınız. Məsəl üçün, belə deyək, ananız sizi istəyir çünki balasısınız. Atanız sizi istəyir çünki oğlusunuz. Dostlarınız sizi istəyir çünki dostusunuz. Amma sizi izləyib, sizə dəyər verən birisi, yəni sizi siz olduğunuz üçün istəyən
tək insandır. Sevgili də belədir. Sevgiliniz sizi siz olduğunuz üçün istəyən tək insandır. Çünki bu məqsədlə ki, o sizi sevməyi özü seçib. Bunu da yadınızdan çıxarmayın və siz də onu seçməyi özünüz seçmisiniz. Ona görə çalışın, yaxşı olun, belə deyim qısaca. Videolara da dediyim kimi geri qayıdacağam. Kanalda arada bir shorts videoları olacaq və hər şeyi yoluna qoyduqdan sonra uzun videolarda qayıdacağam. Sizi çox istəyirəm. Özünüzə yaxşı baxın. Görüşənədək.